Suallardan biri də belədir. Məntiq suallarında ən çox edilən səhvlər hansılardır? Baxın, uşaqların ən çox etdiyi səhvlər, tələbələrin ən çox etdiyi səhvlər şərti düzgün oxumamaqdan irəli gəlir. Məsələn, sualda deyir, aşağıdakılardan hansılar doğrudur? 1-lə 3-ü seçməlidir, tutaq ki, düzdür? Bəzən də deyir, aşağıdakılardan neçəsi doğrudur? Artıq sən neçə dənəsi doğrudur sayını yazmalısan. Yəni deməlisən ikisi doğrudur. Orada tələbələr sualın şərtini düzgün oxumadıqları üçün çox tələbələr, təkcə məntiqdə yox, digər fənlərdə də hansılar düzgündür deyib 1-3 yazırlar. Amma neçəsini yazmalıydılar. Yəni 2 dənəsi düzgündür yazmalıydılar. Sonra bəzən sualda soruşur B və A-nı tap uyğun olaraq. Tələbə birinci B-ni, sonra A-nı yazmalıdır. Amma yazır A ilə B. Sonra bəzən sualda deyir Gültac, məsələn, qabaqda oturmamalıdır. Tələbə burada ma sözünü oxurmur, oturmalıdır kimi onu oxuyur. Bununla da məsələnin cavabı alınmır. Yəni, əsas şərti düzgün oxumaq, diqqətli oxumaq əsasdır.